Allah sen de gagaş, ben de gagaş, hareket ede yavaş yavaş. Böyle başlayalım. Ha? Okey. Getdi. Hayat çok kısadır. Bilim sonsuzdur. Tecrübe bazen yalan olabilir. Bir tane gerçeği var. Onun da adı Premier Liga'dır. It's Big Five şalar. Açılış oyunu Old Trafford'da. Möhtəşəm MU forma yığıb 4 oyun 4 qələbə, 4 oyun 13 xal, 4 oyun möhtəşəm bacarıqlı, təcrübəli, uçan, tutan, qaçan Old Trafford partlayır şalar. Old Trafford son illərdə muzeyə çevrilmişdi. Old Trafford yenə cəhənnəmə çevrilib sanki. United Tottenham evdən məhv elədi. 2-0 yenə absolutely dominant futbol. 29-cu dəqiqə şolar. Romero komandasını podvayt edir. Qırmızı kart alır. Açıq ayaqdan Casemiro ayağına girir. Casemiro ayağı sına bilərdi amma yaxşı qutardı. Allah özünə baxdı və zədəsi ciddi olmadı. Ondan sonra şolar üstünlüyü əlbəttə United'a keçdi. Onsuz üstünlük United'da daha da təzik. Brian Mbeumo şolar. 38-ci dəqiqə gol vurur. Qəşə gol oyundan razıqrat edirlər. 1-0 gol. 81-də də şolar. Bruno Fernandes 2-0 eləyir. United növbəti 3 xalını götürür və Çempion Ligası yolunda davam edir. Hər şey ola bilər, şolar. Çempionluqdan özüm danışmıram çünki 12 xal fərq çoxdur. Ona görə də hal-hazırda çempionluq yolundan söhbət gedə bilməz. Çempion Liqasına düşmək məqsəd var. Məncə bu templə getsə United 100% Çempion Liqasına düşəcək. Növbəti United azarkeşlərini təbrik edirəm. Şolar, keçək növbəti oyuna. Arsenal evdə Sunderland'ı qəbul edir şolar. Arsenal turu birinci oynadı. City'dən qabaq oynadı. Ona görə də mütləq udmalıydı ki 9 xal eləsin. Başlayanda aşağı yuxarı Arsenal'da oyun getmirdi. Sunderland Emirates'e gəlmişdi. 11 nəfər arxaya oturmağa yox. Futbol oynamağa gəlmişdi. Özlərini göstərməyə gəlmişdilər. Ya doğrudan udmağa gəlmişlər. Oyun oynayıb udub getməyə gəlmişlər. Sunderland'a halal olsun deyirəm. Amma Arsenal birinci qolu çətinliklə olsa da vurmağa bacardı. Martin Subimendi şolar fantastik məhəllə qolu vurdu şolar. Top beləsinə getdi. Nə bilim, Kruçon nə deyirsiniz, nə deyirsiniz deyin. Bir sözlə 10 dəfə eyni moment olsun, 10 dəfə vur, 10 dəfə qol olmayacaq. Amma Zubimendi bunu bacardı şolar. 42-də Zubi 1-0, 66-da Gökörəş 2-0, 90+3'də Gökörəş 3-0. Gökörəş 8-ci golunu vurdu Premier Ligada. 2 oyun dalbadal gol vurur. Sanki ayağı açılıb. İnşallah bundan sonra da yaxşı olur. Arsenal növbəti 3 xalını qazanmış olar. Arsenal azarkeşlərini təbrik edirəm. Keçək növbəti oyuna. Növbəti oyuna keçək. Wolverhampton Moniuli'də evdə Chelsea-ni qəbul edirdi. Wolves 20-ci yerdədir. Çox zəifdir. Chelsea gəldi. Cole Palmer hat-trick elədi şolar. Palmer 2 dənə penalti, 1 dənə gol. 3-0. 54-də də Aracadoro 3-1 eləyir şolar. Chelsea azarkeşlərini təbrik edirəm. Chelsea qələbə qazandı. Növbəti 3 xalını yığdı. Vacib 3 xaldır. Çempionlar Liqasına düşmək üçün vacib 3 xaldır şolar. Chelsea azarkeşlərini təbriklər. Keçək növbəti oyununa şolar. Turun oyununa keçək. Turun oyunu Anfield'da baş tutdu. Liverpool Manchester City'ni qəbul edirdi. City'nin futbolçuları bilirdi bu oyunu uzacaq təqdirdə ya da heç olacaq təqdirdə Arsenal çatmaq çox çətin olacaqdı. Ya xal 7 olacaqdı ya da 9 olacaqdı. Ona görə də mütləq City'yə qələbə vacib idi. Birinci time City aşağı yuxarı pis oynamadı. Liverpool da öz oyun tapa bilmirdi birinci time. İkinci time başlayanda Liverpool təzyiq göstərməyə başladı. Tempo artırdı. Momentlər yaratmağa başladı. City sanki çarəsiz idi. Liverpool qəşəngdən gol vurdu strafın oyunda. Dominik Szoboszlai yəni fantastik zərbəsindən sonra gol vurdu. Donnarummanın səhvi var idi. Özünə inandı. 2 dənə cəmi adam qoymuşdu Stenka'ya. Szoboszlai qəşəng gol vurdu. Donnarumma tərpənə bilmədi. Ondan sonra sanki oyun bitmişdi. Gol olsa Liverpool vuracaqdı. Sanki hər şey onu göstərirdi. Amma elə olmadı şolar. Futbol möcüzələrlə doldu. Manchester City təslim olmadı. Manchester City özündə güc tapdı. Anfield'da comeback eləməyə şolar. Bernardo Silva
84-cü dəqiqədə gol vurur. Rikoşetlə top düşür qabağına. Haaland skitindən başından düşür. Necə olsa da vurur. Gol vurmağı bacarır. 1-1. 90+3'dən penalti olur. Nunez'i Alisson yıxır. Sorğulu epizod idi, şübhəli epizod idi, amma İngiltərədə buna penalti verirlər. Şolar. Penalti mənə görə təmiz penaltidir. Alisson topa çatmadı. 2-1 Haaland Manchester City'nin tribunu partlayır. Anfield susur. City qələbə qazanır. Liverpool'un bir kəlmə Liverpool haqqında söz deyim. Bu oyun dünənki oyun Liverpool'un oyunu. Bu ilki çempionatın özətidir. Liverpool'un hal-hazırda olduğu vəziyyətin özətidir. İcmalıdır, belə deyək. Stabil deyil. Komanda uçur. Komanda çox asan gol buraxır. Bir sözlə stabil deyil. Hal-hazırda vəziyyət ürək açıcı deyil. 6-cı yerdədir. Gələndə danışarıq. City haqqında 1-2 dənə söz deyim. City'yə çox vacib qələbə idi. Arsenal çox qabaq buraxmadı. 6 xal fərqi saxladı. Bu qələbə City'yə özgüvən verəcək. Daha da motivasiya çox verəcək. Əgər sən Anfield'dan qələbə ilə çıxmağı bacardınsa, deməli çox şey eləyə bilərsən. City azarkeşlərini təbriklər. Liverpool azarkeşlərinə səbirlər diləyirəm ki, olar. Bir dənə də turnir cədvəlində onunla da yavaş-yavaş yekunlaşdıraq şu olar. Deməli, 25-ci turdan sonra Arsenal 56 xal 1-ci yerdə, City 2-ci yer 50 xal, Aston Villa 3-cü yer 47 xal, Manchester United 44 xal 4-cü yerdədir, Chelsea 43 xal 5-ci yer, Liverpool 39 xal 6-cı yerdədir. Hal-hazırda vəziyyət belədir. İnşallah 26-cı turda görüşərik. Sağ olun uşaqlar.